Beynimiz də iki hissədən ibarətdir. Sağ və sol yarım kürədən. Lakin beyin iki yarım kürədən ibarət olsa belə, onların ikisi bir-birindən fərqli iş görürlər. Yəni sağ beynin gördüyü işlər tamam fərqlidir, sol beynin gördüyü iş tamam fərqlidir. Birincisi, bunlar bədəni çarpaz idarə edir. Sağ solu, sol sağı. Aha. Məsələn, Maraqlı. adi bir adamın əgər insult sağ beynini vurubsa, sol tərəf quruyur. Çarpaz getdiyi üçün. İkinci nüans nədir? Sağ beynimiz daha çox yaradıcı tərəfimizdir. Musiqidir, xəyal gücüdür, vizuallaşdırmadır, duyğularımızdır. Bunlar sağ beynimizin özəllikləridir. Bütövləşdirməkdir. Analiz etmək, algoritmdir, hesablamadır, danışmaqdır, yazmaqdır, dəqiqlikdir, məntiqdir. Bunlar sol beynimizin özəlliyidir. Görürsüz, bir-birindən tamam fərqlidir. Həyatında iki fərqli sahəsidir bunlar, duyğu və məntiq. İndi təsəvvür eləyin ki, quş tək qanadla uça bilirmi? Xeyr. İnsan tək tərəfi ilə yaşaya bilirmi? Sürünür.